Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. El-Bekara suresi 142. ayet. Seyekulu sufaha'u minen nasi ma vallahum an kibletihimülleti kanu aleyha. İnsanlardan olan sefihler diyecekler ki Müslümanları yöneldikleri kibleden döndüren, yayındıran nedir? Kul lillahil meşriku vel mağrib. De ki meşrik de mağrib de Allah'ındır. Allah'a mahsustur. Yehdi men yeşâ ila sırat-ı müstakim. Allah istediğini doğru yola, sırat-ı müstakime yöneldir. Seyekulul cuhhal ve duafal ukul minel yehudi ve emthalihim. Cahiller, zayıf ağıllılar, Yahudi ve onlara okşarlardan diyecekler meshereyle, itiraz ederek مَا صَرَفَ هَؤُلَاءِ الْمُسْلِمِينَ عَنْ قِبْلَتِهِمُ الَّتِي كَانُوا يُصَلُّونَ إِلَى جِهَتِهِمْ أَوَّلَ الْإِسْلَامِ. İslam'ın ilk döneminde onların üst tutarak yönelerek namaz kıldıkları o kibleden onları yayındıran nedir? Hansı ki bu da Beytül Makdis idi. Müslümanlar evvelce Mekke döneminde Beytül Makdis'e taraf üstü namaz kılırdılar. Ve sonra hicretten sonra, Medine'ye hicret ettikten sonra tahminen il yarım sonra yöneldiler Mekke'ye taraf. قُلْ لَهُمْ اَيُّهَا الرَّسُولُ الْمَشْرِقُ وَالْمَغْرِبُ وَمَا بَيْنَهُمَا مُلْكٌ لِلّٰهِ. Ey Allah'ın elçisi, ey Peygamber sallallahu aleyhi ve sellem, onlara de ki meşrik de, mağrib de ve arasında olanların hamısı da Allah'ın mülküdür. Leyset ciheten minel cihati hariceten an mulkihi. Yani hansısa bir Allah'ın mülkünden çıkan, haricde olan bir taraf değildir. Yehdi men yeşâ'u min ibâdihi ile tariqil hidayetil kavim. Ve Allah kullarından istediğini doğru düzgün yola yöneldir. Ve fi hâzâ iş'ârun bi enne şe'ne kullehu lillah. Bunun özünde bir işare, bir bildiriş vardır ki bütövlükte iş hamısı Allah'a mahsustur. Fi imtithal evamirihi, Allah'ın emrine tabi olmakta. Yani haraya Allah bizi yöneltse biz oraya yönelirik. Yani bunun özü bildirir ki Müslümanın üzerine düşen Allah'a teslimiyettir. Nice ki Allah Teala buyurur: وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ اِذَا قَضَى اللّٰهُ وَرَسُولُ اَمْرًا اَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ اَمْرِهِمْ. Hiçbir mümin kişi ve mümin kadına Allah ve Resulü herhangi bir işe hüküm verdiği zaman öz işlerinde başka bir yol seçmek yaraşmaz. Ve hemçinin Nisa suresinde Allah Teala buyurur: فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ ف۪ي مَا شَجَرَ بَيْنَهُمْ. Senin Rabbine andolsun, onlar öz aralarında baş veren ihtilaflarda seni hakim tayin etmedikçe, verdiğin hükme karşı kalplerinde bir sıkıntı duymadan tam şekilde teslim olmadıkça hakiki iman getirmiş olmazlar. Başka ayette buyurur: İnnemâ kâne kavlel mu'minîne izâ du'û ilallâhi ve rasûlihi liyahkume beynehum en yekûlû semi'nâ ve ata'nâ. Allah'a ve Resulüne çağrıldıkları zaman aralarında hüküm verilmesi için müminlerin işi yalnız olar ki değerler eşittik ve itaat ettik. Yani mümin ise mümin Allah'ın emrini hiç vakit reddelemez. Allah'ın emrine değer verer
Və əgər bu ayədə Allah Teala sanki bildirir ki, əgər məşriq və məğrib Allaha məxsusdur, Allahındırsa, Allahın mülküdürsə, hər hansı bir Allahın mülkündən xaric olan tərəf deyilsə, deməli, hara yönəlmək əmr olunsa, müsəlman ora yönəlməlidir və heç bir etiraz da eləməli deyildir. 143-cü ayə وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا. Yəni, beləcə biz insanlara siz şahid olasınız deyə və həmçinin Peyğəmbər də sizə bir şahid olsun deyə sizi orta, ədalətli, adil bir ümmət etdik. وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَى عَقِبَيْهِ. Və biz sənin əvvəlcə yönəldiyin, üst tutduğun qibləni ancaq ona görə təyin etdik ki, Allahın elçisinin ardınca gedənlər, ona tabi olanları üz döndərənlərdən, arxa çevirənlərdən seçək, fərqləndirək. وَاِنْ كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى الَّذ۪ينَ هَدَى اللّٰهِ. Yəni bu, Allah'ın hidayet ettiği, doğru yola yönelttiği kimselerden başkasına ağır gelir. وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ اِيمَانَكُمْ. Ve Allah sizin imanınızı zayi eden değildir. Yani sizin Beytül Makdis'e taraf kıldığınız namazı Allah Teala zayi eden değildir. İnna Allaha bin nasi leraufur rahim. Gerçekten Allah insanlara karşı çok şefkatli, rahimli ve merhametlidir. Ve kema hedeynakum eyyuhel muslimun ila tariqis sahih fi'd-din. Ey Müslümanlar, nece ki biz sizi doğru düzgün sahih dine, doğru yola yönelttik. Cealnakum ummeten khiyaran udulan. Biz sizi hayırlı, yani en hayırlı, en adaletli, adil bir ümmet ettik. لِتَشْهَدُوا عَلَى الْأُمَمِ فِي الْآخِرَةِ اَنَّ رُسُلَهُمْ بَلَّغَتْهُمْ رِسَالَاتِ رَبِّهِمْ. Yani siz kıyamet günü ahirette ümmetlere şahit olasınız ki onların peygamberleri, elçileri Rabbinden olan risaleti onlara çattırdılar. Yani bu ümmet, Müslümanlar kıyamet günü şahit olacaklar. Şehadet verecekler ki doğrudan da bütün elçiler öz ümmetlerine Allah'ın dinini, Allah'ın risaletini çattırdılar. Kezalike şehiden aleykum ennehu bellagakum risalet rabbihi. Ve hemçinin ve yekun rasul, yani Allah'ın elçisi peygamber de kıyamet günü size bir şahit olacak ki o Allah'ın risaletini, Allah'ın dinini size çattırmıştır. وَمَا جَعَلْنَا اَيُّهَا الرَّسُولُ قِبْلَةَ بَيْتِ الْمَقْدِسِ اَلَّتِي كُنْتَ عَلَيْهَا. Ve ey peygamber, ey Allah'ın elçisi, ve biz de Beytül Makdis'i, hansı ki yani sen ora taraf üst tuturdun, ثُمَّ صَرَفْنَاكَ عَنْهَا اِلَى الْكَعْبَةِ. Ve sonra biz seni Kabe'ye taraf yönettik, Mekke'ye taraf seni yönettik. İlla liyazhara ma alimnahu fil ezel. Yani biz bunu ettik ki, yani Beytül Makdis'e taraf kiblen olması, sonra Kabe'ye taraf yönelmek, biz bunu ettik ki ezelden, evvelden bizim bildiğimiz izhar olsun, yüze çıksın diye. İlmen yeteallaku bihi thevab vel ikab. Öyle bir ilim ki bu ilme aittir ceza ve mükafat. Yani ayette geçen az ki Allah Teala buyurur ki لِلْنَعْلَمَ, bizim bilmemiz için ki kimdir peygambere tabi olan ve kimdir arka çeviren. Yani burada bilmek diyende səhv başa düşülməməlidir. Allah Teala ezelden, evvelden her bir şeyi bilir. Lakin burada deyilir ki ilmi zuhur, yani zahir etme ilmi. Yani o ilim ki ona mükafat veyahut da ceza bağlıdır. Yoksa Allah Teala her bir şeyi evvelden bilir.
لِنُمَيِّزَ مَنْ يَتَّبِعُكَ وَيُطِيعُكَ وَيَسْتَقْبِلُ مَعَكَ حَيْثُ تَوَجَّهْتَ. Yani biz seçmemiz için, ayırt etmemiz için ki kim sana tabi olacak, sana itaat edecek ve seninle beraber kibleye çevrilecektir sen hara çevrilsen. وَمَنْ هُوَ ضَعِيفُ الْا۪يمَانِ فَيَنْقَلِبُ مُرْتَدًّا عَنْ دِينِهِ لِشَكِّهِ وَنِفَاقِهِ. Ve seçilecek o kesten ki o insan imanı zayıftır ve dininden mürted olarak geri dönür, onda olan şek şüpheye göre ve nifakına göre. وَاِنَّ هَذِي الْحَالَ الَّتِي هِيَ تَحَوُّلُ الْمُسْلِمِ فِي صَلَاتِهِ min istikbal Beyt-i Makdis ila istikbal Kabe. Ve bu halın olması, hansı ki Müslümanın namazında Beyt-ül Makdis'ten Kabe'ye taraf üst tutması, yönelmesi, yani kiblenin Beyt-ül Makdis'ten, Güds'ten Kabe'ye çevrilmesi, لَثَقِيلَةً شَاقَ. Bu özü ağır ve meşakkatlidir. İlla alellezine hedahumullahu. Yalnız Allah'ın hidayet ettiklerinden başka. وَمَنَّ عَلَيْهِمْ بِالْا۪يمَانِ وَالتَّقْوَى. Ve o kesler ki Allah onlara iman ve takva nimeti vermiştir. Hansı ki bu en uca nimetlerdendir. İnsana verilen en uca, en azametli nimetlerden iman ve takvadır. İman ve takva sahiplerinden başkasına bu ağırdır. وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ اِيمَانَكُمْ بِهِ وَاتِّبَاعَكُمْ لِرَسُولِهِ. Ve Allah Teala sizin ona iman etmeyinizi ve Allah'ın elçisine tabi olmanızı zayi eden değildir. وَيُبْطِلَ صَلَاتَكُمْ اِلَى الْقِبْلَةِ السَّابِقَةِ. Ve sizin evvel Güds'e taraf üst tutarak kıldığınız namazları Allah Teala batil eden değildir. İnnehu subhanahu teala leyerhamun nase rahmeten vasiaten fi acilihim ve acilihim. Ve hakikaten uca Allah insanlara geniş rahmet edir hem dünyada ve hem Çin'de ahirette. Allah da uca ve büyüktür. Allah'ın rahmeti de geniştir. 144. ayet. قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ. Biz artık senin yüzünün göğe taraf çevrildiğini görürük. فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا. Ve biz de seni mutlak razı olduğun kibleye taraf yöneldesiyik. فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ. Yüzünü Mescid-ül Haram'a taraf çevir. Yani Kabe'ye taraf, Mekke'ye taraf. وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرًا. Ve siz harada olsanız yüzünüzü ona taraf, yani Mescid-ül Haram'a taraf çevirin. وَاِنَّ الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ اَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ. Ve hakikaten kitap verilenler bilirler ki bu Rabbi tarafından olan bir haktır. Yani onların özlerin kitaplarında olduğu için. وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ. Ve Allah onların ettiklerinden gafil bir haber değildir. قَدْ نَرَى تَحَوُّلَ وَجْهِكَ اَيُّهَا الرَّسُولِ فِي جِهَةِ السَّمَاءِ. Ve ey peygamber, ey Allah'ın elçisi, biz senin yüzünü semaya taraf çevrildiğini görürük. Merraten ba'de merra. Yani defelerle her defa senin yüzünü semaya taraf tuttuğunu, göğe taraf üst tuttuğunu görürük. İntizaran li nuzulil vahyi ileyke fi şa'nil kıble. Yani senin kiblenin çevrilmesi hakkında vahyi gözlemeyini, sen ki vahyi gözleyerek yüzünü tez semaya tutursan. فَلَنَصْرِفَنَّكَ عَنْ بَيْتِ الْمَقْدِسِ اِلَى قِبْلَةٍ تُحِبُّهَا وَتَرْضَاهَا. Ve biz de mutlak seni Güds mescidinden senin sevdiğin ve razı kaldığın kibleye yöneldesiyik. وَهِيَ وِجْهَةُ الْمَسْجِدِ الْحَرَامِ. Ve bu da Mescid-ül Haram taraftir. Mekke'ye taraftir. فَوَلِّ وَجْهَكَ اِلَيْهَا. Ve sen de yüzünü ona taraf, Mekke'ye taraf, Mescid-ül Haram'a taraf çevir. وَفِي اَيِّ مَكَانٍ كُنْتُمْ اَيُّهَا الْمُسْلِمُونَ. Ve ey Müslümanlar, ve siz hansı mekanda, harda olsanız da
Və əradtumus salətə və siz namaz qılmaq istədikdə fətəvəccəhu nəhvəl məscid haram. Məscid-ül harama tərəf üst tutun. Və innəl-ləzinə a'tahumullahu ilməl kitabi minəl yəhudi və nəsara. Və həqiqətən Allahın kitabdan elm verdikləri şəxslər, Yahudilər və Nəsranilər də ya'ləmunə ənə təhviləkə iləl-Kə'bəti huvəl-haqqü-thəbitu fi kutubihim. Onlar özləri də bilirlər ki, sənin Kəbəyə tərəf çevrilməyin onların kitabında olan sabit bir haqdır. وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُ هَؤُلَاءِ الْمُعْتَرِدُونَ الْمُشَكِّكُونَ. Və Allah Teala bu etiraz edenlerin, şək şübhə edenlerin etdiklərindən, əməllərindən qafil bir xəbər deyildir. وَسَيُجَازِيهِمْ عَلَى ذَلِكَ. Və Allah Teala buna görə onlara cəza verəcəkdir. Və bu da insanın bilərəkdən, elmi ola etiraz etməyinin, inatkarlığının pisliyi, aqibəti. 145-ci ayə وَلَئِنْ أَتَيْتَ الَّذ۪ينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ. Əgər sən kitab əhlinə bütün dəlilləri gətirsən də onlar sənin qiblənə tərəf çevrilən deyirlər. وَمَا أَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ. Və sən də onların qibləsinə tabi olan, ora tərəf çevrilən deyilsən. وَمَا بَعْدُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْدٍ. Və onlar özləri də bir-birlərinin qibləsinə tərəf çevrilən üst tutan deyirlər. وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ. Və əgər sənə elm gəldikdən sonra onların nəfsi istəklərinə, havalarına tabi olsan, innəkə idən minəz zalimin. İnnəkə idən lə minəz zalimin. Həqiqətən onda sən zalimlardan olarsan. وَلَئِنْ جِئْتَ أَيُّهَا الرَّسُولُ الَّذ۪ينَ اُعْتُوا التَّوْرَاتَ وَالْاِنْجِيلَ بِكُلِّ حُجَّةٍ وَبُرْهَانٍ. Və ey Allahın elçisi, ey Peyğəmbər, əgər sən Tövrat və İncil verilənlərə bütün dəlilləri gətirsən də, alə ənə təvəccühəkə iləl kə'bəti fis-salati vəl-haqqu min indillah. Bütün dəlilləri gətirsən də ki, sənin Kəbəyə tərəf çevrilməyin namazda ikən, namazda sənin üzünün Kəbəyə tərəf tutmağın Allah tərəfindən bir haqdır. Bütün dəlilləri gətirsən də buna mə təbi'u qiblətək. Onlar sənin qiblənə tabi olan deyirlər. İnadən və istikbaran. İnatkarlıqla və təkəbbürlüklə. Və mə əntə bitəbi'in qiblətəhum mərrətən uxra. Və sən də bir daha onların qibləsinə tərəf çevrilən deyilsən. Və bu ayədə hansı ki Allah Teala keçmiş zaman feilində zikr edir və keçmiş zaman feilində zikr olunması qadağan formasında zikr olmasından daha bəlağətlidir. Ki sanki bu Allah Resulü sallallahu aleyhi ve sellemin vəsfidir. Vəsfidir ki onlara müxalif olmaq, Yahudi və Nasranilərə uyğun olmamaq, onlara oxşamamaq. Və hər bir müsəlman da Allah elçisi sallallahu aleyhi və səlləmin vəsfinə, onun sifətlərinə tabi olmalıdır ki, Yahudi və Nasranilərə oxşamamaq. Və sanki Allah Teala bu ayədə bildirir ki, bunun baş verməsi mümkün deyildir. Yəni, sənin onlara tabi olmağın mümkün deyildir. وَمَا بَعْدُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْدٍ. Onlar bir-birlərinin də qibləsinə tabi olan deyirlər. Yəni, bu da onların bir olmamasını bildirir. Ki onlar özləri də öz aralarında parça-parçadırlar. Çünki birləşdirən yalnız Allah Teala'dır. Qəlbləri birləşdirən Allah'tır. وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ فِي شَأْنِ الْقِبْلَةِ وَغَيْرِهَا بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ بِأَنَّكَ عَلَى الْحَقِّ وَهُمْ عَلَى الْبَاطِلِ. Və əgər sən qiblə məsələsində və başqa məsələlərdə onların hava istəklərinə, nəfslərinə tabi olsan
sənə elm gəldikdən sonra ki, sən haqq üzərindəsən, onlar batil üzərindədirlər. İnnəkə hinə idin ləminəl zaliminə li ənfusihim. Əgər belə olsa, onda sən özünə zülm edənlərdən olarsan. Və şək yoxdur ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə bir şeydən uzaqdır. Və hədə xitabun li cəmiyyəl ümmə. Və bu xitab, bu müraciət bütün ümmətədir. Bütün müsəlmanlara aiddir. Və huvə təhdidun və va'idun limən yəttəbi' əhva'əl müxalifinə li şərət İslam. Və həmçinin bu özü Allah tərəfindən bir hədədir, təhdiddir. Hər kim İslam şəriətinə müxalif olan nəfsi istəklərə, havaya tabi olarsa. Və həmçinin bu ayə dəlildir ki, onların olduqları o din, nəfsi istəklər və havalardır. Hətta onlar öz qəlblərində bilirlər ki, onların dini nəfsi istəklərdir. Onlar həqiqi haqq dinə tabi olmurlar. Və həmçinin bu dəlildir ki, kim haqqa tabi olmasa, Allahın göndərdiyi şəriətə tabi olmasa, haqdan yayınsa, mütləq şəkildə öz havasına, nəfsi istəyinə tabi olacaqdır. Mümkün deyil ki, insan haqdan kənarlaşdığı halda nəfsi istəklərinə, öz şəhvətlərinə tabi olmasın. Və Allah Teala buyurur başqa ayədə: "Əfəraytə men ittəxədə ilahəhu həvahu." Öz havasını, istəklərini özünə ilah götürəni gördünmü? Və Allahdan istəyirəm ki, Allah Teala bizi göndərdiyi Rəsula tabi olan kullarından etsin və Allah Teala sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruke ve etubu ileyk.